Değerli izleyiciler, Pancomi TV YouTube kanalına hoş gelmişsiniz. Zəhmət olmasa abone olun ve videonu axıracan izleyin, beğenmeyi unutmayın. Desteğiniz için teşekkür edirik. Rusiyanın Leningrad vilayetinin Sevolovsk rayonunda evde dünyaya getirdiği körpəni bağlamanın içine koyarak pencereden atan 15 yaşlı məktəbli qız polis tərəfindən saxlanılıb. Pancomi TV İzvestiya nəşrinə istinadla xəbər verir ki, ona qarşı az yaşlının öldürülməsinə cəhd maddəsi üzrə ittiham irəli sürülüb. Hüquq mühafizə orqanları uşağın anasını bu cinayətə sövq edən səbəbləri müəyyənləşdirməyə çalışırlar. Rusiyanın Leningrad vilayetinin Sevolovsk rayonunda 15 yaşlı məktəbli qızın evdə uşaq dünyaya gətirdiyi və körpəni bağlamanın içine koyarak pəncərədən atdığı ehtimal olunur. Pancomi TV xəbər verir ki, bu barədə 78 Rus saytı məlumat yayıb. Məlumata görə körpəni hadisə yerinin yaxınlığında ərazini təmizləyən 2 xadimə tapıb. Onların çağırdığı təcili tibbi yardım briqadası yeni doğulmuş körpənin vəziyyətinin ağır olduğunu müəyyənləşdirib və onu xəstəxanaya aparıb.